Səməd Vurğun, Vaqif dramı, orijinal, İzah Vüqar Hüseynov, 4-cü pərdə, 8-ci şəkil. Qarabağ, Şuşa qalası, Xan Sarayı. Qacarın keyf məclisi. Məclisdə əyanlar, bəylər iştirak edirlər. Qacar böyük bir qürurla: "Keçdi pəncəmizə gözəl Qarabağ, öpsün qılıncımı hər qaya, hər dağ. Mən Qacar nəslinin şahlar şahıyam, mən də yer üzünün bir Allahıyam. Gərək biz qoymayaq daşı daş üstə, atın yığın leşi baş üstə. Mənim vicdanım da, qəlbim də qandır, dünya qan üstündə bir xanimandır." Vəzir: "Buyruq sizinkidir adil hökmdar, sizdə fəzilət də, ədalət də var." Şeyx: "Ey böyük hökmdar, ey ulu Qacar, sizdəki qüvvətə baş əyir dağlar. Biz də sayənizdə ömür sürürük, bu fani aləmdə ağ gün görürük. Sizə kömək olsun böyük yaradan, bu müqəddəs kitab, müqəddəs Quran." Qacar: "Rəqqasələr gəlsin." Rəqqasələr oynayır, Qacar onlardan birini öpür, birdən qızın döşündən itələyərək yenə həmin sözü təkrarlayır. Deyirlər şirindir bu sənin dadı, o da kör bəxtimə qismət olmadı. Xanəndələrə kinayə ilə: "Belə deyirlər ki, ağladır yeri sizin Qarabağın xanəndələri. Hünəriniz varsa bir rast oxuyun." Xanəndə oxuyur. "Gözüm yollarda qalmışdır, xəbər yox kür qırağından, usanmaq bilməyir könlüm yaşılbaşlar sorağından. O yerlər min xəyal ilər, təbiət şeirə layiqdir, öpər bülbül səhər tezdən gülün yaqut dodağından. Çəmənlər, yasəmənlər göz vurub min cilvə göstərsə, durar könlüm, çıxar seyrə həyatın qəm otağından. Keçər aylar, keçər illər, yaz ey Vaqif, ömür azdır, düşər bir gün, laşın könlün, şeir sənət marağından." Qacar: "Qəzəl Vaqifindir." Deməli, baxın, burada sual kimi düşə bilər ki, Qacar xanəndələrə deyir ki, bir rast oxuyun, amma qəzəl Vaqifin olsun. Xeyr, onlar deyir, bir rast oxuyun. Yəni, sözlərinin fərqi yoxdur. Sözlərini xanəndələr seçirlər. Və burada deyəndə ki, yaz ey Vaqif, müəllifin təxəllüsü işlərinə baxır burada. Onda Qacar deyir ki, qəzəl Vaqifindir. Şeyx: "Bəli, Vaqifin." Qacar: "Nə oldu? Onu tez tapıb gətirin." Sərkərdə baş əyib çıxır. Vəzir: "Bu doğrudan böyük qüdrətdir. Hər sözü, söhbəti canlı sənətdir." Burada Qacar nə qədər zalım, qanışan, təsir olsa da, yəni şeirdən başı çıxır, sənətdən başı çıxır, onu qiymətləndirir. Məsələn, burada da görürsünüz, bir də qəzəlindən Vaqifin dəyərini anladı və yaxud da Vaqiflə söhbət edəndə də o nəticəyə gəlir ki, həqiqətən də sizi yaradan belə böyük yaradıb, xoşbəxt yaradıb ki, belə sənətiniz var sizin, gözəl qələminiz var sizin. "Böyük təhlükədir bu şair bizə, sən nə fikirdəsən, vəzir, nə deyim sizə? Buyruq sizinkidir adil hökmdar, sizdə fəzilət də var, ədalət də var." Şeyx: "Şahim, təhlükədir Vaqif doğrudan, onu gözünüzdən qoymayın bir an. Deyir qanunlarda yoxdur həqiqət, deyir ki, pərdədir bütün şəriət. Nədənsə el-oba çox sevir onu, bilməyir bu qədər tərs olduğunu. Bir də bərk dostudur o qaçaq eldar, sizin düşməniniz, bəli, o murdar. Vaqif yaşadıqca qorxudur bizə, şair görünməsin gözlərinizə." Yəni ki, şair deyib keçməyin də, təhlükəli adamdır. Qacar: "Yazdığı cavabdan bilmişəm onu, dayan sovuraram göyə tozunu. Qoy gəlsin, əylənib gülüşək biraz, bizim dilimizi o bağlayanmaz. Təlxək hürə-hürə gəlir." Qacar: "Təlxək, yenə hürürsən?" Təlxək əyanları göstərərək: "Şah sağ olsun, bu sürüyə bəs bir köpək deyil gərək." Hamı gülür. Qacar: "Təlxək, söylə məni çoxmu sevirsən?" Təlxək: "Şahim, yaranmadan qulunuzam mən." Qacar: "Bir də görüm məni əsir alsalar, qaranlıq zindana tutub salsalar, nə elərsən?" Təlxək: "Nə elərəm, nə elərəm, aman, keçərəm yolunda baş ilə candan. Sizi zindana salsalar əgər, insan boğazlaram düz 30 nəfər." Bu ifadəni bir də əsərin sonunda xatırladacağım mən sizə. Təlxəyin yenə dilindən deyiləcək. Qacar:
Ayağa qalxıb qızıl kəmərini göstərərək, Təlxək, kəmərimin qiymətidir bu. Məşhur Molla Nəsrəddinlə Teymurlərin yarasında olan söhbətin, burada da görürük həmin söhbəti. Şahim, Təlxək, Şahim, elə mən də bilirəm bunu, kəmərdən qiymətli sizdə nə var ki? Gülüş, Vaqifi gətirirlər. Qacar heyrətlə, aha, baş əyməyir hüzurumda bu. Şeyx, yoxdur vicdanında qanun qorxusu. Qacar Vaqifə, şair, hökümdarın hüzurundasan. Vaqif, bunu sizsiz belə düşünürəm mən. Və o məşhur diyaloq baş tutur. Qacar, bəs baş əymədiniz? Vaqif, əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli. Qacar, qılınclar toqquşub iş görən zaman neylər dediyiniz quru bir vicdan? Yəni ki, qılınclar iş görərkən, real işlər baş verərkən sənin o mənəvi məsələləri neynəyəcək orada? Vaqif, vicdan dedikləri bir həqiqətdir. Beşiyi, məzarı əbədiyyətdir. Qacar, bəs zindan necədir? Qaranlıq zindan. Vaqif, soyuq məzara da zinətdir insan. Qacar, yenə göylərdədir şair xəyalın. Vaqif, əzəldən hüdudu yoxdur kamalın. Qacar, aha, sınayırdım idrakınızı, doğrudan bir şair görürəm sizi. Xoşbəxt xəlq eyləmiş sizi yaradan. Dünyada qalacaq yalnız yaradan, Vaqifdir. Deməli, buradakı qafiyələr deyə bilərsiniz ki, eyni oldu. Yəni, birini belə işlədir, Səməd Vurğun, Allah mənasında. Xoşbəxt xəlq eyləmiş sizi yaradan. Allah sizi xoşbəxt yaradıb. Vaqif də deyir ki, dünyada qalacaq yalnız yaradan. Yəni, yaradan kəslər qalacaq. Məsələn, şeir yaradan. O da qalacaq dünyada. Qacar, çox gözəl, inanın ki, mən sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray, göylərin büsatı, o ulduz, o ay. Sizə tapşırılsın bugündən gərək. Ancaq bir şərtim var, Vaqif, buyurun görək. Qacar, gərək fars dilində yazsın sənətkar. Vaqif, Azəri yurdunun oğluyam mən də, az-az uydururam yeri gələndə. Qacar, yaxşı, gəl əl götür bu inadından, bu qədər naşükür olmasın insan. Vaqif, aldada bilməmiş dünyanın varı, bir məslək eşqi ilə yaşayanları. Mən ellər bağında azad bir quşam, mənsəbə, şöhrətə satılmamışam. Vəzir, yaxşı da, çarıqlı kiçik bir ölkə, böyük firdevsilər yaratdı bəlkə. Deməli, əvvəllərdə demişdim, buna bir daha qayıdacağıq. Birində Qacar demişdi bunun öz vəzirinə. İkincisində isə, orada patavalı deyir, burada çarıqlı deyir, elə bir böyük fərq yoxdur. İkinci dəfə bu ifadəni işlədir vəzir, digər vəzirə qarşı, yəni Vaqifi nəzərdə tuturam. Yəni, sual düşsə ki, bu ifadəni cəmi bir nəfər mi deyir, böyük firdevsləri? Xeyr, vəzir də deyir, Qacar da deyir. İkisini də nəzərə almaq lazımdır. Vaqif, dayan, bu bağçanın hər bir budağı üstündə min çiçək, min dil bitirmiş. Sizin güldüyünüz çoban torpağı Nizamilər, Füzulilər yetirmiş. Yəni, bu əsərdə də və yaxud da Şəhriyarın Türkün dili əsərində də fars dili ilə, fars şairləri ilə Azərbaycan şairlərinin qarşılaşdırılması zamanı heç bir halda Vaqif və yaxud da müəllif deyək, Səməd Vurğun və yaxud da Şəhriyar belə iddia eləmir ki, farslarda poeziya yoxdur, şair yoxdur, şairlər elə bizdədir. Çünki bu böyük bir haqsızlıq olardı. Elə əsl poeziya dili fars dilidir. Fars dilində yazılan şeirlər daha ahəngdar, daha belə təmtəraqlı səslənir. Və heç biri demir ki, sizdə şair yoxdur. Yəni farslarda da, əslində Qacar özü Azərbaycanlıdır. Əsas bizdədir, xeyr. Deyir, onların öz firdevsisi var, biz də amma yazırıq, biz də geri qalmırıq. Deməli, Nizamilər, Füzulilər yetirmiş. Qacar kinayə ilə, Nizamiyə bax, Füzuliyə bax. Vaqif, günəşi örtsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Qacar, görünür, günəşə iştahan vardır. Vaqif, günəşdən gizlənən yarasalardır. Şeyx, buna qulaq asmaq çətin peşədir. Vaqif, niyə? Qulağınız çoxdan şəşədir. Yəni, qulağınız belə deyək də, dikəlib, qulağınızı verirsiniz mənə dinləməyə, qulaqlarınızı şəkləyirsiniz mən danışanda. Böhtan eşidəndə qızarıb yanar,
Doğru söz gələndə pambıq tıxanar. Vəzir, sizin sözünüzün kəsəri azdır. Vaqif, oxuyan bülbüldür, dinləyən qazdır. Vəzir, of, məndə olsaydı bundakı hünər, yəni bu cür cümlələr qurur ki, o oxuyan bülbüldür, dinləyən qazdır. Vəzir dedi ki, kaş məndə olaydı bu hünər. Vaqif, ağılsız köpəklər ulduza hürər. Qaza bənzətdi, köpəyə bənzətdi, yəni daşlaşmış ifadələrlə də olsa. Qacar vəzirə, ver cavabını, nə durmusan, din. Hə, yenə döykür sarsaq gözlərin. Vaqif, neynəsin, yazığın nə təqsiri var? İşıq güclənəndə çaşar qarovlar. Şeyx kinayə ilə, şairə sənətdir tikanlı sözlər. Vaqif, sözdən qızarmaz ki, bozarmış üzlər. Qapıçı daxil olur, qapıçı. Şahim, bir qoca var, gəlsin içəri. Qacar, de gəlsin. Vidadi daxil olub təzim edir. Vidadi, hakimin hökmü, hünəri onun vicdanı ilə qardaş olmalı. Bizə qalmayacaq dünyanın malı. Vaqifi göstərərək. Şairdir, qəlbi var, şirin sözü var. Böyük bir ölkənin onda gözü var. O ölsə, dağlar da dil deyib ağlar. Əff edin, yaxşılıq qalır yadigar. Qacar, dinin düşmənidir, o ölsün gərək. Vidadi, xeyr, o vaqifdir, eşqə gələrək, bəzən qamçılayır zəmanəsini, Allah da çox sevir şeirin səsini. Qacar acıqlı. Allah da çox sevir, Allaha yalvar. Onun məndən də çox ədaləti var. Əgər bacarırsa, qoy sağ saxlasın. Vidadi, siz hökümdarsınız. Qacar, yaxşı, qoca mən artıq əl çəkirəm ölüm fikrindən. Ancaq kəsəcəyim yazan əlini, bir də həcr deyən acı dilini. Razısan, Vaqif? Razıyam, böyük hökümdar. Mərhəmət sahibi olur ağalar. Lağla deyir də ki, nə yaxşı məni öldürmədin, əlimi və dilimi kəstirmək istəyirsən, mərhəmət sahibi olur ağalar. Eyb etməz, sizə də çatar bir əvəz, qatır cinsisiniz doğub törəməz. Qatır. Qatır nədir? Belə deyək də, eşşəklə atın balası. Eşşəklə atın cütləşməsindən əmələ gəlir, amma həmin heyvan qatır, çox güclü, dözümlü olur. Həm belə deyək, eşşəyin dözümlülük, həm atın sürət kimi xüsusiyyətlərini götürür, amma qatırlar nəsil artıra bilmir. Burada da o yenə də Qacarın axtalanmasına işarə edir ki, qatır cinsisiniz doğub törəməz. Qacar, Vaqif, indi get, saray həyatını büsbütün tərk et. Gərək yaşamasın qədir naşünas. Vaqif, sənsə həqiqətin ağzına daş bas. Mən az görməmişəm bu sarayları. İbrahimin sarayında da yaşayıb baxıb. Burada göyə çıxan ahüvayları. Görmüşəm şahların vəfasını mən. Xalların zülmünü, cəfasını mən. Görmüşəm zamanın min rüzgarını, dustaq anaların göz yaşlarını. Nifrət, qan çanağı, taclara nifrət, var olsun azadlıq, bir də məhəbbət. Çıxır. Qacar hiddətlənərək Vaqifin arxasınca. Aparın, aparın onu zindana, gözdağı çəkdirin Azərbaycana. Vidadi, qızılı uçsa da qara torpaqlar, yenə qiymətini özündə saxlar. Bu məşhur ifadəni də biz Vidadinin dilindən eşidirik. Bu da çox düşür, yenə düşə bilər növbəti imtahanlarda. Qacar, bəri bax, dayanma burada Zülfüqar. Vaqifi zindana sən özün apar. Bir quş da çəkməsin onun yanından. Qapıçı iki mənalı. Baş üstə yatmaram, gecəni bir an, əsən küləkdən də gözlərəm onu. Nə deməkdir bu iki mənalı? Yəni ki, şah deyir ki, bir quş da çəkməsin onun yanından. Deyir ki, hə, yaxşı qoymaram da. Həmçinin qapıçı axı qəlbən Qacarın əleyhdarıdır, Vaqifin tərəfindədir. Yəni, həm də onu qoruyaram. Qoymaram ki, nəsə ona zərər gəlsin. İki mənalı o baxımdan deyir. Qacar, mənim vicdanım da, qəlbim də qandır, dünya qan üstündə bir xanimandır. Vəzir, buyruq sizinkidir, adil hökmdar, sizdə fəzilət də, ədalət də var. Qacar dəlicəsinə. Dağılın, dağılın, boğuldum yenə. Hamı çıxır, Qacar öz-özünə. Nə deyim tale deyənə, könlüm ayrılmayır xanimanından, gözlərim doymayır insan qanından. Xəstə kimi özündən şübhələnərək. Bu nədir? Canımda üşütmələr var. Aha, nə dərindir bu uçurumlar.
Gözlərim qaralır, aman ölürəm. Ha ha ha, bu nədir, yoxsa gülürəm? Günahsız qanlarmı gözümə durur? Özünün nəbzini tutaraq. Yox, yox, hələ qəlbim qayda ilə vurur. Xeyr, ölməmişəm, hələlik sağam. İndi mən ölümlə çarpışacağam. Qılıncı çıxarır, qolları boşalır. Qılınca dirsəklənərək taqətsiz bir vəziyyət alır pərdə. Burada da 8-ci pərdə, 8-ci şəkil bitir. 9-cu şəkil. Şuşa qalası, qayalıqda zindan. Səhərdir, günəş yenicə qalxır. Vaqif divara şeir yazır. Sonra da yazdığı şeiri oxuyur. Əli bəy qulaq asır. Vaqif. Mən cahan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Aşinalar ixtilatında sədaqət görmədim, beyyəti, iqrari, imani, dəyanət görmədim. Burada bunun müxəmməsidir. Bir sətir bilmirəm. Ya burada buraxılıb. Hə, müxəmməsi də əslində Vaqifin. Müxtəsər kim böyle dünyadan gərək etmək həzər, ondan ötürü kim deyildir öz yerində xeyr-i şər. Alilər xaki məzəllətdə, dənilər mötəbər, sahibi zərdə kərəm yoxdur, kərəm əhlində zər. Yəni qızıl əhlində, varlı insanlarda kərəm yoxdur, insaf yoxdur, kərəm əhlində zər yoxdur. İşlənən işlərdə əhkam-ı ləyaqət görmədim. Oğluna baxaraq. Ah oğlum, of mənim qəhrəman oğlum, bu qədər qəm yemə, qurbanın olum, Əli bəy. Ata, nə qoyub nə axtarırsan? Zülmün qabağında ağlarmı insan? Vaqif, mərhaba, mərhaba, qəhrəman oğlum, bir gəl öpüm səni, pəhləvan oğlum. Oğlunu qucaqlayıb bərk-bərk öpür. Gözümün işığı, canım, ciyərim, bu nəmli torpaqlar olsa da yerim, mənim nə dərdim var, təki sən yaşa. Of Qacar, vicdanın döndümü daşa. Vaqif də istər məktubla, istər üzbözdə Qacar'a demədiyi söz qalmayıb. İndi deyir ki, of Qacar. Əli bəy, ata, bilirsənmi? Vaqif, nəyi, de nə var? Əli bəy, hələ də çöllərdə qaçaqdır Eldar. Sənin köhnə dostun vardı bir zaman. Sən özün qurtardın onu zindandan. Vaqif, bilirəm, bilirəm. Əli bəy, yaz ki Eldara, yaman bir gündəyəm, düşmüşəm dara. Bir kömək əli ver. Vaqif, yazım, qoy yazım. Cibindən dəftərçə çıxarıb yazır. Gülnar, tələsik gəlib qapıçının ovucuna pul basaraq pəncərədən. Əli bəy, Əli bəy. Əli bəy, ata, Gülnardır. Yəni, niyə pul basır qapıçının ovucuna? Şərait yaratsın ki, danışa bilsin Vaqif və Əli ilə. Vaqif, sənin sevgilinin vəfası vardır. Burada bildiniz də, nəyə nəzərdə tutur. Yəni, mənim sevgilimin vəfası yoxdur. Gülnar, əlindəki kiçik bağlamanı pəncərədən uzadaraq. Alın, ac qalmayın, ağlayır. Əli bəy, ağlama Gülnar. Vaqif, qızım, hər gecənin bir gündüzü var. Sənə halal olsun hər əməyimiz, yoxdur səndən özgə bir köməyimiz. Ala bu məktubu qoynunda gizlə. Onu gözün kimi qoruyub gözlə. Çatdır hardadırsa qaçaq Eldara. Gülnar, siz arxayın olun, çaparaq gedir. Vaqif oğluna, bir bax Gülnara. Və bu misra burada tamamlanır. Fikir verin qafiyələrə. Çatdır hardadırsa qaçaq Eldara, siz arxayın olun, bir bax Gülnara. Atalar sözüdür, yaxşı qulaq as, aslanın erkəyi dişisi olmaz. Bu məşhur ifadə bu əsərdə də keçir və təbii ki, burada müəllifin dilindən keçə bilməz. Dramatik növdə olan əsərdir, Vaqifin dilindən verilir. Ellər qurtaracaq bizi bu dardan, dünya ayırmasın səni Gülnardan. Doğmuş günəşə şairanə bir göz gəzdirərək. Odur, bax, günəşin rənginə bir bax. Yanır kainata işıq saçaraq. O günəş gəncliyin timsalıdır, bil, gəncliyin günəşi saralan deyil. Can balam, parlasın ömrün günəş tək, nə can yanğısı gör, nə istirab çək. Əli bəyin başını sinəsinə doğru çəkərək onu oxşuyur. Vidadi gəlir, qapçı buraxmaq istəmir. Zülfüqar, olmaz, kişi, bir dayan, bizi işə salarsan. Vidadi, yox, mən onu görəm gərək. Kör eləsin səni fələk, məni geri qaytarsan. Qapçı qapını açaraq. Zülfüqar, gəl, tez ol, tez qayıt ha, xəbər çatar birdən şaha. Onsuz da çox qudurğandır, çörəyi qan, suyu qandır. Vidadi daxil olur,
Vaqifi qucaqlayır, Vidadi. Nə qədər yalvardım yenə Qacara, dedi get səndə çəkdirirəm dara. Sonra bütün gecə xəyala vardım, Allaha üz tutub yenə yalvardım. Onda da görmədim vicdandan əsər. Vaqifin də Vidadinin də düşüncələrində belə bir dəyişiklik görürük ki, yəni niyə bu işlərə yol verir? Doğru deyirsənmiş, aldanmış bəşər. Bir kömək gəlməyir sizə əlimdən, sözüm yerə düşdü, niyə sağam mən? Vaqif, qardaşım, sən nə haqq yalvardın ona, yəni Qacara. Söz əsər eləməz qəlbi pozğuna. Bir də qorxmayıram mən heç ölümdən. Dünyanın qəlbində qalacağam mən, Vidadi. Yox, yox, ölüm sənə yaraşmayır heç. Vaqif, Vidadi, gəl məndən bir dəfəlik keç. Qayıt kəndimizə, qorxuram səndən. Bari Vidadisiz qalmasın vətən. Deməli, Vidadi də Vaqifə təklif edir ki, kəndə gəlsin. Vaqif də Vidadiyə təklif edir ki, kəndə getsin. Yəni, hər ikisi bir-birinə deyir ki, sən kəndə get. Vidadi, necə? Mən qayıdım, bunu görməzsən. Sən ölən torpaqda öləcəyəm mən. Qapçı Vidadini çəkə-çəkə aparır. Vaqif fikrə gedir, Əli bəy. Ata, lap heyranam Vidadiyə mən. Doğrudan o sənə yanır ürəkdən. Nə təmiz, nə böyük təbiəti var. Ona bənzəsəydi bütün insanlar. Vaqif, böyük təbiətlər yaranır az-az. Hər yerdə, hər zaman inci tapılmaz. Həzin musiqi səsi Xuraman pəjmürdə və son dərəcə dalğın gəlir. Xuraman, zəif bir səslə. Vaqif, ey sərvərim, ey tacidarım. İkinci dəfə belə müraciət edir. Vaqif acı bir fəryadla Nədir sənin vəfalı yarım? Məşhur kinayə nümunəsi, bütün ədəbiyyat müəllimlərinin kinayə nümunəsi dedikdə ilk ağlına gələn Xuraman. Uydum bu dünyada naz-ı nemətə, özüm də bilmədən uydum şöhrətə. Bilmədim axırı zəhrimarmış, hər qızıl xəzinə bir şahmarmış. İndi öz əlinlə gəl öldür məni, nə qədər alçaltdım səni. Bizim belə bir sualımız var idi sınaqlardakı. Xuraman Vaqifə deyir ki, məni öldür. Vaqifdən onu öldürməsini istəyir onu, yəni Xuramanı. Bir çox tələbənin gözündən qaçmışdı. Baxın, burada da o. İndi öz əlinlə gəl öldür məni. Nə qədər alçaltdım səni. Vaqif daha şiddətli. Get vəfasızsan bu dünya kimi, görünmə gözümə bir röya kimi. Xuraman məyus və peşman qayıdır, uzaqdan onun qəmgin səsi eşidilir. Xuraman, bir ceyrandım, ürkütdülər yatağımdan, bir quş idim, ayrı düşdüm budağımdan. Külək əsər, yarpaq düşər, çiçək solar, virən qalmış mənim bu can otağımdan. Vaqif bu nəğmədən mütəəssir olaraq. Budur yer üzünün əşrəfi insan, yaradır gündə bir hicranlı dastan. Nə idi o yazığın, nə idi günahı? İndi çöllər midir onun pənahı? İnsan, o müqəddəs bir kainatdır. O saf qəlbi pozan yalnız həyatdır. Tez pəncərədən. Qapıçı, çağır gedəni. Oğul, lap oyatdı o mahnı məni. Bəzən yanılsa da gözəl bir mələk, ondan iyrənsə də hər duyan ürək, buna müqəssirdir şübhəsiz zaman. Zamanı günahlandırır. Qapçı qayıdaraq. Özünü qayadan atdı Xuraman. Vaqif, başını əlləri arasına alaraq fəryadla. Of, partda ürəyim, yazıq Xuraman. Bizim eşqimizi məhv etdi zaman. Pərdə. 9-cu şəkil burada bitir. Eyni zamanda 4-cü pərdədə tamamlanır.